Fantastika əslində düşünüldüyü qədər irrasional, absurd bir ədəbi janr deyil. Tam əksinə, yetərincə məntiqi təməlləri olan janrlardan biridir. Burada əsas problem ondan ibarətdir ki, biz fantastik ədəbiyyat deyəndə əsasən bunu Bollywood, Hind kinematografiyasındakı o absurd səhnələrlə müqayisə edirik, analogiya edirik. Amma əslində bunların bir-birinə demək olar ki, aidiyyatı yoxdur. Digər bir tərəfdən bu absurd dediyimiz səhnələrin belə özünün xüsusi estetik və mifoloji təməlləri var. Bu ayrı bir mövzudur. İstəsəz bu haqqında da sonra danışa bilərik. Fantastik ədəbiyyata gəldikdə isə bu əslində gerçəklikdən qaçmaq üçün yaradılmış bir janr deyil. Tam əksinə, gerçəkliyin alternativ formalarını təsəvvür etmək və bu təsəvvürlər üzərindən insan mənəvi potensialını və yaxud zehni potensialını genişləndirməkdən ibarətdir. Biz fantastik ədəbiyyatda da yetərincə real təməlləri olan şeylər görə bilirik. Nəticə etibarilə insan təcrübə elədiyi şeylərin oxşarlarını yarada bilir. Dolayısıyla fantastikada ən absurd gördüyümüz şeyin belə əslində real bir həyatda müəyyən bir gerçəkliklə bağlı olma ehtimalı var. Bu eynilə mifologiyaları tamamilə uydurmaq saymaqdan ibarətdir. Bəli, ümumi səthi baxdığımızda miflər uydurma ola bilər. Amma məsələn, nümunə verək. Siklop və yaxud bizim mifologiyada təpəgöz dediyimiz varlıq böyük ehtimalla indiki sklopiya xəstəliyi o dönəmdə də bu xəstəliklə doğulan körpələr, tək gözlü doğulan körpələr olub və bunun üzərindən böyük ehtimalla bənzər miflər ortaya çıxıb. Və yaxud superləri də Sirena xəstəliyi deyilən bir xəstəlik var və yaxud hermafrodit interseks deyirlər bunlara. İki cinsiyyətli doğulan şəxslər yenə də hermafrodit mifinin ortaya çıxmasına səbəb ola bilər. Ən azından ehtimal olaraq bunları yürüdə bilirik. Dolayısıyla bizim uydurma kimi gördüyümüz ədəbiyyatda da uydurma olaraq saydığımız və əsasən demək olar ki, heç bir ədəbi dəyərə sahib olmadığını düşündüyümüz bəzi əsərlər əslində yetərincə də gerçək mənada ədəbi dəyərə sahib əsərlərdə ən azından Üzüklərin Hökmdarını hər biriniz bilirsiniz. Və yaxud bundan əlavə Elric dastanı var, bunu nümunə olaraq deyə bilərik. Və dolayısıyla bu cür saymaqla bitməyəcək önəmli ədəbi əsərlər mövcuddur. Lovecraft olsun, Edgar Allan Poe'nun yaradıcılığı olsun, son dövrlər məşhurlaşan Dune filmlərinin kitabları olsun. Bunlar yetərincə yüksək ədəbi dəyərə malik, önəmli, ciddi və hətta məntiqi təməlləri bir çox realist saydığımız əsərlərdən də yüksək olan kitablardır. Çünki nəticə etibarilə burada sıfırdan bir dünya qurulur və bu dünyanın dini, dili, irqi, mifləri, siyasəti, insan əlaqələri olsun. Bütün bunlar hamısı o əsərin məntiq çərçivəsində də olsa, məntiqi tutarlılıq içərisində olmalıdır. Əks təqdirdə qurulan dünyanın təməlləri zəif olur və bu dağılır. Dolayısıyla fantastik ədəbiyyat dediyimizdə qətiyyən bunun Marvel filmləri ilə və yaxud Hindistan filmlərindəki səhnələrlə və yaxud modern kitab sahəsində olan sadəcə satış üçün yazılmış olan kommersiya kitabları ilə qarışdırmayan, bu öz-özlüyündə yetərincə ciddi bir ədəbiyyat sahəsidir və günümüzdə bu ədəbiyyat sahəsində də hələ də gerçək mənada dəyərli əsərlər ortaya çıxmağa davam edir.